Bu videoda sizə ingilis dilində dinləmə mətninə aid olan sualları asanlıqla az bir cəhdlə necə yazmaq olar, o haqda öz məsləhətlərimi verəcəm. Bu video ingilis dili bacarıqları yüksək olan şagirdlər üçün deyil, amma onlar da izləsə heç nə itirməz. Biz bilirik ki, ingilis dilində dinləmə mətni 2 dəfə səsləndirilir və sualların sayı 6 olur. Bu sualların 3-ü qapalı olur, 3-ü də açıq sual olur. Məsləhət görərdim ki, qapalı suallardan başlayasınız. Sualların tərkibi əsasən belə olur. Suallardan biri mütləq ki, mətn nə haqqındadır kimi olacaq. Bunun ingilis dilində qarşılığı what is the passage mainly about kimidir. Tutalım ki, mətn Mozartın həyatı haqqındadır və sizi çaşdırmaq üçün variantlardan birinə Mozartın adı keçən, lakin səhv olan variantı qoyacaqlar. Çünki şagird daim mətndə Mozart adı eşitdiyindən zənn edir ki, doğru variant həmin variantdır. Məsəl üçün, örnek verim, variantlardan birində ola bilsin ki, qeyd olunsun Mozartın atası. Bu səhv variantdır. Amma böyük bir bəstəkar kimi qeyd olunan variant, lakin Mozartın adı keçməyən variant isə doğru variantdır. İkinci sual, mətnin əsasən yanlış və yaxud doğru fikir hansıdır kimi olacaq. Bunun ingilis dilində qarşılığı which statement is true according to the passage kimidir. Siz bu sualda da bütün variantları diqqətlə axıra kimi oxumalısınız. Və ipucu olaraq onu deyə bilərəm ki, İçərisində only sözü olan variantın doğru olma ehtimalı daha çoxdur. Amma bu hər zaman doğru olmaya bilər. Buna görə də variantları sona qədər diqqətli oxumalısınız. Üçüncü sualımız isə mətnə əsasən cümləni tamamladır. Complete the sentence according to the passage. Bu suala cavab vermək üçün cümlənin başladığı sözə diqqət etmək lazımdır və dinləmə mətnində həmin sözü axtarmaq lazımdır. Və həmin söz olduğu kimi variantlarda qarşınıza çıxacaq və siz onu asanlıqla tapa biləcəksiniz. Növbə gəldi açıq suallara. Açıq suallardan ikisi doğru variantı qeyd edin, biri isə cümləni tamamlayın olacaq. Bu sualların qapalı suallardan fərqi yalnız variantların olmamasıdır. Doğru cavabı yazın deyilən suallarda bəzən sual hə və yox tipli ola bilər. Amma siz bu suala cavabı hə yox yazaraq kifayətlənməyin. Siz sual cümlələrinin nəqli cümləyə necə çevrildiyini yəqin ki bilirsiniz. Bu üsuldan istifadə edərək həmin cavabı tamamlaya bilərsiniz. Bu suallarda əsas diqqət etməli olduğunuz məqam sualı və şərti düzgün anlamağınızdır. Bu suallar açıq olduğundan və variant olmadığından mətndə həmin suala aid olan hissəni qaçırmamaq üçün qısa qeydlər aparmalısınız. Bəzən isə siz dinləmə mətninin sürətinə çata bilmirsiniz və yaxud onu tamamilə anlaya bilmirsinizsə, siz qapalı sualların cavab variantlarına müraciət edə bilərsiniz. Çünki həmin variantlar həmin mətnin içərisindən seçilir. Və həmin sualları və həmin variantları uyğunlaşdıraraq açıq suallarda boş olan yerlərə yaza bilərsiniz. İkinci sualda qeyd etdiyim kimi hansı ifadə səhvdir tapanda onu düzgünə çevirib və açıq suallarda cavablara uyğunlaşdırıb yazmaq olar. Məsəl üçün, hansı ifadə səhvdir, biz isn't, yəni deyil seçsək, onu is kimi çevirsək, həmin ifadə doğru olacaq. Əgər ki, açıq sualların şərtində bizdən həmin şeyi istəyirsə. Ümid edirəm ki, aydın oldu. Bəzən çox bacarıqlı şagirdlər dinləmə mətninə qulaq asmadan belə həmin mətni cavablaya bilirlər. Bu, onların bu cür dinləmə mətnləri üzərində çoxlu işlədiklərinə görədir. Bundan əlavə, ingilis dilində verilən dinləmə mətni haqqında əvvəlcədən qısa bilginiz varsa, özünüzü vəziyyətdən çıxara bilərsiniz. Məsəl üçün, deyək ki, mətnin Mozart haqqındadır və bizdə sualda Mozartın ölüm tarixini və yaxud doğum tarixini və yaxud digər bir məlumatı soruşursa və sizin də bu haqda əvvəlcədən məlumatınız varsa, bu sualı asanlıqla cevablaya bilərsiniz. İştirak etdiyim imtahanların birində bu situasiya ilə qarşılaşmışdım. Sualda qeyd olunmuşdu ki, hansı ifadə səhvdir və mətndə Bali festivalı haqqında idi. Variantların birində qeyd olunmuşdur. Bali festivalı Hindistanda keçirilir. Mən isə bunu bilirdim ki, Bali İndoneziyanın adalarından biridir. Təbii ki, bu Hindistanda yox, İndoneziyada keçiriləcək. Və asanlıqla doğru variantı tapmışdım. Bundan əlavə olaraq ingilis dilində dinləmə mətni işləmək bacarıqlarınızı inkişaf elətdirmək istəyirsinizsə, çoxlu dinləmə mətninə qulaq asmalısınız və daha sonra onların yazılı şəkillərinə baxmalısınız ki, harda nəyi düzgün anladınız. Ümumi olaraq ingilis dilində özünüzü inkişaf elətdirmək istəyirsinizsə, özünüzü ingilis dilinə həsr eləməlisiniz. Yox, əgər sırf imtahanla kifayətlənəcəksinizsə, imtahan çərçivəsində hazırlaşmağınız kifayət eləyər. Qarşıdan gələn imtahanlarda sizə uğurlar arzu edirəm. Ümid edirəm ki, danışdıqlarım, dediklərim faydalı olar. Çox sağ olun, özünüzdən müğayət olun.
Yəqin nə demək istədiyimi anladınız. Salam aleykum. Allah sizi qorusun.